Vurğun İsmailli rayonunun Tarıstan kəndinə ova gəlir. Ovlaqdan fırlanıb gəlib bir göy çəmənlikdə otururlar çörək yeməyə. Səməd Vurğun görür ki, bir uşaq quzu otarır. Deyir, ay bala, qoy quzun otlasın orada, gəl otur bizimlə çörək ye. Yanının yoldaşları deyir ki, ay Səməd, uşaqdır, qoy gedib qoyunun quzun otarsın. Səməd Vurğun deyir ki, nə bilirsiniz, bu uşaq bəlkə acdır. Çünki Səməd Vurğun o acıları yaşamışdır. Bəlkə ise uşağın evində çörəyi yoxdur. Səməd Vurğun çağırdı uşağı, uşaq gəldi, oturdu bunlarla çörək yedi. Səməd Vurğun dedi ki, oğlum neçənci sinifdə oxuyursan? Dedi, əmi 8-ci sinifdə. Dedi, şeir bilirsən? Dedi, icazə versən, böyük şairimiz Səməd Vurğundan sənə bir şeir deyərəm. Bu bədbəxt nə bilsin ki, deyir, bu sənə Səməd Vurğunun özüdür. Dedi, buyur. Götürdü Səməd Vurğundan, yay günü yol üstü ağac kölgəsi, oturup burada bir gəlin yalqız, ot dökür başına göğün nəfəsi, yanır uzağında südəmər bir qız. Duyub körpəsinin hər bir halını, ana, Nalə nənəm var olsun. Ana sığınıbdı bu kölgəliyə, uşağın üzünə çəkib şalını güneş gözlərinə düşməsin deyə. Bəs yol üstə duran o gəlin kimdir? Şəhərdən qayıdıb, kəndə gedəcək. Uşaq da yuxusunu alacaq indi, ana da yoluna davam edəcək. Səməd Vurğun dedi, oğlum bəs sən Nizamidən, Füzulidən, Seyiddən, Sabirdən şeir bilmirsən, dedi, əmi bilirəm. Amma icazə versə, Səməd Vurğunun bir dənə şeir deyil. Götürdü Səməd Vurğunun anasız günlərindən yazdığı bir şeiri. Novruz bayramı idi. Uşaqlar məktəbə təzə geyib gəlirdilər. Mənim yamaqlı köynəyimə baxıb gülürdülər. Ağlaya qayıtdım evə. Anam qucaqlayıb öpdü üzümdən. Uşaq əziz gündə sınmasın deyə. Anam cehizliyi yorğan üzümdən mənə üz köynəyi tikdi hədiyyə. Mən də 2 dəfə öpdüm üzümdən. Ey mehriban ana, ey əziz ana, heyif ki o gündən həsrətəm sənə deyəndə uşaq gördüm adam ağlayır. Dedi, əmi niyə ağlayırsan? Səməd Vurğun bu şeiri mənə yazır. Atam müharibədən qayıtmayıb. 3 yaşım olub anam dünyasını dəyişəndə. Dedi, ay bana nə bilirsən? Bəlkə elə Səməd də o şeiri yazanda anası dünyadan keçmişdi. Səməd o uşaqla dostluq elədi. Növbəti il gələndə o uşağı tapdı. Bu 54-cü, 55-ci ilin söhbətidir. O uşağı tapdı. Olan evlərində qonaq oldu. Nənəsi ilə həm söhbət oldular. 56-cı ilin may ayının 27-sində Səməd Vurğun dünyasını dəyişdi. Bir də o dağlara gəlmədi. Bir gün nənəsi durdu yuxudan, dedi, ay bala, bu gecə yuxuda görmüşəm Səməd qonaq gələcək. Amma uşaq dedi ki, Səməd Vurğun dünyasını dəyişib. Götürdü görək. Deyiləm ələm geylim oğuzanlar divası deyişim Vurğun gəlmədi. Deyiləm ələm geylim oğuzanlar divası deyişim Vurğun gəlmədi. Ben olsan yeyler gizleri yas tutup ağlar. Deyiləm ben olsanlar gizleri yas tutup ağlar.
güler üzler